Üçüncü bölme, dinleme metni 3. Bir gün şah bir kəndə qonaq gəlir. Bu kəndin ərazisi kələkötür və daşlı qumlu idi. Buna baxmayaraq, kənddəki evlərdən birinin bağı çox gözəl idi. Hər cür ağaclar, güllər əkilmişdi. Şah həyətə daxil olub səsləndi. Bu gözəl bağın sahibi kimdir? Evin qapısı açıldı. Qoca bir kişi həyətə çıxıb dedi: "Xoş gəlmisiniz şahım, bağın sahibi mənəm. De görək, belə daşlı qumlu torpaqda necə belə gözəl bağ sala bilmisən?" deyə şah soruşdu. Qoca gülümsəyərək dedi: "Sevgi ilə görülən hər işin bəhrəsi gözəl olur şahım. Mən bu bağa sevgimi vermişəm."